bic doğan, qancığın qarnından çıxan, anası qəbirdə itlə yatan, üzə duran, bu tipli əxlaqsız pozğunlar, ailə qurmadan, adı qız-qız, ata evində, evli kişidən biz balaları doğub o kişini də şantaj edərək, gəlib cəmiyyətdə büyün, efirlərdən insanlara əxlaq dərsi keçir. Baxır ki, bu cür işlərlə qabağa getmək olur və bunlara nə var ki, asanlıqla adamın üzünə durur ki, sən bu şeyi belə demisən, sən o şeyi belə demisən. İnsanlar da abrına qısılır. Eləsi var cavab vermir, eləsi var baş qoşmur. Amma mən istəyirəm ki, bu mövzunu mən qabardam. Hətta buna bir gün dəyərli Şeyx Əbdül, bizim dəyərli aktyorumuz, ziyalımız o da fikir bildirib ki, belə əxlaqsızların doğduğuna cəmiyyətdə bir mənalı bic bala demək lazımdır ki, bunlara ictimai qınaq təsir etsin. Bəlkə təsir edər. Amma mən düşünürəm ki, belə əxlaqsızlara təsir etməz. Çünki dünən bu əxlaqsızın bir qohumu məni yığıb ki, biz bacara bilmirik və biz belələrindən imtina etmiş. Bu əxlaqsızın bir qohumu məni yığıb ki, biz bacara bilmirik və biz belələrindən imtina etmişik. Qeyd etdiyim kimi deyir, anasına bax, qızını al, qırağına bax, bezini al. Belə əxlaqsızı doğan küçə pozğunu anadan, belə əxlaqsız və belə əxlaqsızdan da biz balalar törəyər. Cəmiyyətimizə deyirəm ki, bunları boykot eləmək lazımdır, yerlərini bilməlidirlər. Kim mental dəyərlərlə ailə qurur, ərə gedir, Allah xoşbəxt eləsin. Kim də belə ev yıxır, onu bunu göz yaşlı qoyur. Adı qız-qız, riskə baxın, riskə baxın. Adı qız-qız, bir qardaş, tüpürüm qardaşın sifətinə demir ki, ay bacı, bu uşağı hardan doğdun, necə doğdun, haçan ərə getdin, haçan biz sənin toyunu gördük. Evli kişini sən içirt gətir, sal evə, puldan ötürü. Tüpürüm sənin şərəfinə, olmayan şərəfinə, tüpürüm sənin olmayan qeyrətinə, sənin qardaş. Əziz və dəyərli